qeyd etdim. Siqaret çəkənlərdə bu risk yüksəkdir. Bir də hiperhemosistein var ki, səhv eləmirəmsə bunun özü ateroskleroza səbəb olur. Ona görə də bilavasitə damarlarda zədələnməyə gətirib çıxarır. Patogenezinə gəldikdə isə segmentar lezyonlar vardır. Yəni damar bütün uzunluğu boyu daralmış olmur. Segmentar daralma müşahidə olunur. Böyük və orta diametrli arteriyaları tutur əsasən. Patoloji lezyonlar nə ola bilər? Yəni damar divarının daralmasına səbəb olan həmin bu proses nədir? Bu klassifikasiya olunmuş aterosklerotik düyün hesab oluna bilər. Yəni variantlardan biri budur. Əzələ elastikliklərdə qismi parçalanma, internal elastik təbəqədə qırılma, medianın qatının incəlməsi və ən çox rast gəlinən səbəblərdən biri də tromb hesab olunur. Lokalizasiyasına görə abdominal aorta və iliak arteriyalar, qalça arteriyaları nəzərdə tutulur. Simptomatik xəstələrin 30%-nin qədərini təşkil edir. Femoral və popliteal arteriyalar 80-90% qədər təşkil edir. Tibial və perineal arteriyalar isə 40-50%-ə qədər təşkil edir orqanizm damarların lokalizasiyasına görə. Aterosklerotik lezyonlar əsasən bifurkasiya zonalarında müşahidə olunur. Bunun da səbəbi həmin bifurkasiya zonalarında turbulent axının əmələ gəlməsidir və burada aterosklerotik plakların burada yaranma səbəbidir ki, bu turbulent axının hesabının endotel qatının daha tez, daha əlverişli zədələnməsi hesab olunur. Distal zədələnməsi isə yaşlı və şəkərli diabeti olanlarda daha çox müşahidə olunur. Yəni nisbətən distal damarların, xüsusən də ön qol dediyimiz said nahiyəsinin damarları və baldır nahiyəsinin damarları distal damarlar hesab olunur nisbətən. Bu yaşlı şəxslərdə və şəkərli diabeti olanlarda daha çox zədələnir. Bu divarın qatlarını burada xüsusi qeyd eləmişik. Media, adventit deməli endotel qatı, media qatı və adventisiya qatı. Burada patoloji proses media ilə endotel qatının arasında baş verir. Burada olan hər hansı bir patoloji proses damar divarının damar mənfəzinin daralmasına gətirib çıxarır. Bu da ki, ultrasəs müayinəsində görülən damar divarıdır. Birinci şəkildə damar divarını tam normal görürük. Qalınlığı da normaldır. Burada isə damar divarında bu endotellə media arasındakı bir qalınlaşma müşahidə olunur. Bu etiologiyasını dəqiqləşdirmək üçün yəqin ki, daha təkmil müayinə üsullarından istifadə olunur. Klinikasına gəldikdə isə 50%-dən azı simptomatikdir. Yəni ki, periferik arteriya xəstəliyi daha çox simptomatik müşahidə olunur. Fasiləli axsama, claudication intermittans adlanır. Bu xəstəliyin əsas simptomlarından hesab olunur və fasilə axsamanın məsafəsi periferik arteriya xəstəliyinin mərhələsini müəyyən dərəcədə təyin edir. Daha sonra məşqlə artan, istirahətlə azalan ağrı, əzələlərdə sərtləşmə, kramp, hissiyat pozğunluğu və əzələ yorğunluğu bu xəstələrdə müşahidə olunan simptomlar arasında yer alır. Və bu simptomlar təbii ki də tıxayıcı prosesin lezyonun distalında müşahidə olunur. Məsələn, bud arteriyasında hər hansı bir zədələnmə varsa, bu zədələnmənin daha distalında, baldır nahiyəsində müşahidə olunacaq bu əzələ ağrıları və digər simptomlar. Daha sonra ən çox aşağı ətraflarda görülür. Şiddətli tıxayıcı arteriya xəstəliyində. Deməli, bunun şiddətli variantında da rast gəlinir. Yəni, damar divarı qısa müddət ərzində çox mənfəzinin əksər hissəsi okluziyaya məruz qalır və yaxud da ki, tam okluziya müşahidə olunur. Bu hallarda kritik ayaq işemiyası formalaşır. Bu zaman ayaqlarda və barmaqlarda istirahət ağrısı, yəni hərəkətlə əlaqəsi olmayan ağrı yaranır. Bu üçüncü şəkildə də burada qeyd olunub. Burada müəyyən məsafə gəzəndən sonra bu periferik arteriya xəstəliyidir. Bu spinal stenozis buna əlaqəsi yoxdur. Bu isə düzdür, venöz insufisiyası yazılıb bura. Amma bu şiddətli tıxayıcı zaman kritik ayaq işemiyasında da belə müşahidə olunur. Artıq burada ağrı gəzməklə əlaqəsi olmur. Sadəcə istirahət zamanı oturaq vəziyyətdə də ayaqda ağrı müşahidə olunur. Daha sonra ətrafların soyuqluğu, hissiyat pozğunluqları da müşahidə oluna bilər. Simptomlar gecələr ayaqlar üfüqi vəziyyətdə olanda başlayır. Ayaqları salladıqda isə simptomlar yüngülləşir. Bu venoz xəstəliklərin əksinədir. Venoz xəstəliklərdə ayaqlar üfüqi vəziyyətdə olanda ağrı sakitləşir. Əksinə
Ayaq üstü uzun müddət qaldıqda venoz xəstəliklərdə, venoz damar çatışmazlıqlarında olan ağrılar artır. Amma burada arterial qandan söhbət gedir və arterial qan üfüqi vəziyyətdə olduqda ətrafa nisbətən az qan gəlir, yəni passiv olaraq az qan gəlir. Ayaqları salladıqda isə yenə passiv olaraq ayaqlara çox qan gəldiyi üçün nisbətən çox qan gəldiyi üçün simptomlar sönür nisbətən. Şiddətli işemiyada ağrı daimi ola bilir. Yəni ki, tam okkluziya müşahidə olunubsa, yəni istənilən vəziyyətdə də qalsa xəstə, bu zaman nə passiv, nə də aktiv deməli qan axını artmır və buna görə də ağrı davamlı xarakter daşıyır. Fiziki müayinə çox da çətin deyil. Hətta damar xəstəliklərinin əksəriyyətinin diaqnozunu fiziki müayinə ilə qoyulur. Sadəcə damar lokalizasiyası, əmələ gələn stenozun, darlığın lokalizasiyasını müəyyən etmək üçün instrumental müayinələrdən istifadə olunur. Nəbzə baxılır, nəbzin zəifləməsi və kəskin tıxanma varsa, nəbzin olmaması müşahidə oluna bilər. Daralmış arteriyanın üzərində üfürüm müşahidə olunur. Daha sonra əzələ atrofiyası müşahidə olunur ki, bunu da ki, deməli, ətrafın çevrəsini ölçülür və bunun bir normativi var bildiyim qədərilə. Ondan aşağıdırsa, bu əzələ atrofiyasını göstərir və əzələ atrofiyasında təbii ki də xəstə gəzməkdə də çətinlik çəkir. Daha irəli mərhələlərdə isə bu şəkil tam olaraq onu göstərir. Dəri parlaq olur, tüklər olmur, dırnaqlarda qalınlaşma müşahidə olunur, dəri soluq rəngdə olur və toxunduqda biz dərini soyuq hiss edirik. Kritik ayaq işemiyasında isə artıq xoralar və qanqrena da formalaşır. Çünki dediyimiz kimi arterial axın 0 dərəcəsindədir. Daha sonra solğunluq qızarıqlıqla da əvəz oluna bilir bəzi hallarda. Şiddətli işemiyada periferik ödem müşahidə edirik. Amma mənim tapdığım bir ümumiyyətlə sualda orada periferik ödem olmur deyə qeyd olunmuşdu. Amma Harrisonda belə qeyd olunmuşdu deyəni qeyd etdim bura. Hissiyyat pozğunluğu və reflekslərin sönməsi də işemik sinir zədələnməsi, yəni arterial qan kəsilibsə, təbii ki də sinirin özünə də müəyyən dərəcədə qidalanması üçün qan lazımdır. Onun da qanlanması, trofikası pozulur və sinirin zədələnməsi, sinirin degenerasiyası başlayır və bu da hissiyyat pozğunluğuna və reflekslərin itməsinə gətirib çıxarır. Bu da artıq xoralaşmış variantını görürük biz burada. Bu yəqin ki, kəskin işemik ayaqdır. Digəri də ki, az öncə qeyd etdiyimiz bu göyərtinə görə bilərik, qızarıqlıqları və dırnağı ayalarının qalınlaşması da müşahidə olunur bu xəstədə. Diaqnozun isə anamnez və fiziki müayinə yetərli olur əsasən burada. Xəstənin şiddətinin obyektiv qiymətləndirilməsi üçün non-invaziv testlərdən istifadə olunur. Yəni, əslində biz diaqnozu qoymuşuq artıq. Sadəcə şiddətini, mərhələsini, ediləcək müdaxilənin nə olduğunu seçmək məqsədi ilə non-invaziv testlərdən də istifadə olunur. Sfinqomanometrik kaflar gördüyümüz bu manometrdir. Adi təzyiqi ölçmək üçün istifadə olunan manometrdir. Bundan ayaq biləyi təzyiqi ilə qol təzyiqinin yuxarı sistolik qan təzyiqi, ayaq biləyi təzyiqi qol təzyiqindən yuxarı sistolik qan təzyiqi azalır. Ayaq biləyi təzyiqi ilə brakial təzyiq 1-dən aşağı olur. Buna ABE indeksi deyilir. Nisbət 0.5-dən aşağıdsa, bu artıq şiddətli işemiyanı göstərir. Yəni ABE indeksi, yəni ayaqdakı sistolik təzyiqlə qoldakı sistolik təzyiq nisbətən bir-birinə bərabər olmalıdır. Və bu nisbət 1-ə bərabər olur bu zaman. Əgər ayaq biləyi təzyiqi azalıbsa, brakial təzyiq artıbsa, artıq bu nisbət 1-dən aşağı olur və bu da ki, işemiyanı göstərir. Nisbət 0.5-dən də aşağıdırsa, artıq şiddətli işemiyanı göstərir bu. Doppler ultrasəs müayinəsi, duplex ultrasəs müayinəsi, transkutan oksimetriya müayinəsini burada qeyd eləmişəm. Bu, sanki pulsoksimetrə oxşuyur və toxumaların sanki oksigenlənməsinin dərəcəsini müəyyənləşdirməyə imkan verir. Yəni, toxumalar hansı miqdarda, hansı saturasiyada qan gəlir, oksigen çatır, onu hesablamaq üçün istifadə olunur. Doppler ultrasəs müayinəsində də ki, burada daralmanı biz görürük, kalsifikasiyalaşmış düyünlərdir bunlar. Çox ehtimal aterosklerosik düyünlərdir. Bu da ki, damar divarının mənfəzini azaltmış olaraq görülür. Pnevmatik manjetlərin yerləşdirilməsinə istifadə olunur. Amma maqnit rezonans angioqrafiya, kompüter tomografik angioqrafiya, kontrast angioqrafiya bu xəstələrə icra olunmamalıdır. Amma sonra müalicəsində bir nüansa görə bunu qeyd edəcəyik. Amma normal halda bu 3 müayinəni periferik arteriya xəstəliyində etmirik.
Doppler ultrasəs müayinəsində daralmanı müşahidə etdik. Transkran oksimetriya ilə toxumaların oksigenlənməsini təyin etdik. Bu da pnevmatik manjetlərdən istifadə olunmasıdır. Bu da yəqin sistolik təzyiqi ölçmək məqsədi ilə istifadə olunur. Amma biz bunu daha çox, yəni istifadə olunan məqsədi venoz çatışmazlıqda sıxıcı corabların alternativi kimi, analoqu kimi istifadə olunur. Proqnozu koronar arteriya xəstəliyi və serebrovaskülər xəstəliklərlə əlaqəlidir. Yəni ki, periferik arteriya xəstəliyi olanlarda biz həmçinin koronar arteriya xəstəliyi və serebrovaskülər xəstəlikləri də müşahidə edirik. 5 illik yaşam faizi 15-30%-ə qədər təşkil edir. Burada ölüm ən çox koronar arteriya xəstəliyindən olur. Bu koronar arteriya xəstəliyində deməli periferik arteriya xəstəliyində olanlarda koronar arteriya xəstəliyinə görə ölüm 2-6%, 6 dəfə daha çoxdur. Ölümün ən yüksək isə çox ciddi periferik arteriya xəstəliyində müşahidə olunur. Artıq tam okkluziya müşahidə olunan hallarda müşahidə olunur. Yüngül orta dərəcəli topallanma, şəkərli diabeti olmayan xəstələrdə isə 75% hallarda xəstəlik stabil qalır. Yəni irəliləmir, hər hansı bir ağırlaşma vermir, sabit qalır. 1-2% hallarda isə kritik işemik ayaq inkişaf edir. Kritik işemik ayaq isə 25-30% hallarda amputasiyaya olunur. Müalicənin məqsədi ilk olaraq miokard infarktının riskini azaltmaqdan ibarətdir. Daha sonra ayaq simptomlarını yaxşılaşdırmaq lazımdır ki, ayağın arterial qan dövranı bərpa olunsun və xəstə 50-lik dərəcəsinə qədər əzələ atrofiyasına və yaxud da ki, amputasiyaya, qanqrenaya qədər gəlib çatmasın. Digər bir məqsədimiz, müalicənin məqsədi kritik ayaq işemiyasının inkişafını əngəlləməkdir və ayaq canlılığını qoruyan dərmanlardan istifadə edirik biz burada. Risk faktorlarının modifikasiyası, antiplatelet müalicə aparılır. Risk faktorlarının modifikasiyası dedikdə siqaret çəkməkdən imtina, şəkərli diabetin kontrolu, hipertenziyanın kontrolu nəzərdə tuturuq. Bir də antiplatelet müalicənin məqsədi də ondan ibarətdir ki, tromb əmələ gəlməsinin qarşısını alırıq. AÇF inhibitorlarından istifadə olunur, beta-adrenergik blokatorlardan istifadə olunur. Dediyimiz kimi, aterosklerozun qarşısını almaq məqsədi ilə aşağı sıxlıqlı lipoproteidlərin miqdarı tənzimlənir və bunun üçün hədəf göstəricimiz 100 mg desilitrdən az olmalıdır. Bir də trombosit inhibitorlarından istifadə olunur. Bunların da ən bəsit nümunəsi aspirindir. Klopidogrel istifadə olunur bu xəstələrdə, amma varfarin istifadəsi əks göstəriş hesab olunur. Yəni bu xəstələrdə varfarin istifadə olunmur. Daha sonra dəstəkləyici profilaktika aparılır, operativ olmayan müdaxilələrdən istifadə olunur əsasən. Son hallarda isə artıq göstərilən bu bütün müalicələr hər hansı bir effekt vermədikdə cərrahi müdaxilələrə də müraciət olunur. Mütəmadi məşqlər etməlidir bu xəstələr. Yəqin çox ehtimal ki, kolateral damarların inkişafını dəstəkləmək üçün nəzərdə tutulur bu məşqlər. Alfa reseptor blokatorları, kalsium kanal agonistləri, papaverin kimi dərmanlar isə tövsiyə olunmuş bir zamanlar xəstəliklərə, amma effektsiz olmuşdur. Yəni hazırda bu tip dərmanlardan istifadə olunmur. Daha sonra silostazol dərmanı. Bu xüsusi qeyd olunmuşdur kitabda. Vazodilatator və antiaqregant təsirə malikdir və qeyd olunur ki, ən yaxşı effekt verən bu xəstəlikdə ağırlaşmaların qarşısını alan dərman preparatı hesab olunur. Propionil L-arginin də müəyyən ümidverici təsirlərə malik olub. Parenteral prostaglandinlərdən də istifadə olunur. Daha sonra bu qeyd olunmuş vaskulyar endotelə bilmə faktoru, təməl fibroblast bilmə faktoru bu kimi dərmanların analoqlarından istifadə olunmuş və yəqin ki, endoteli bərpa etmək üçün, regenerasiyasını sürətləndirmək üçün istifadə olunmuş və müəyyən ümidverici nəticələr əldə olunmuşdur və bəzi hallarda, bütün hallarda deyə bilmərəm, bu müalicə üsullarından da istifadə olunur. Revaskulyarizacya məqsədi ilə bu hallarda sadəcə az öncə dedik ki, maqnit rezonans angioqrafiya, KT angioqrafiya, kontrast angioqrafiya istifadə olunmur, amma revaskulyarizacya edəcəksə xəstəni əmələ gələn darlığın yerini müəyyən etmək üçün, damarın özünün anatomik yerləşməsini müəyyən etmək üçün bu müayinə üsullarını aparırıq. Perkutan transluminal angioplastika, stent və aterotomiya əməliyyatları icra olunur bu xəstələrdə. Əməliyyat deməkdir, müdaxilə, cərrahi müdaxilələr edilir. Arterioiliak xəstəliklər üçün arteriobifemoral bypass, aksilobifemoral bypass, femorofemoral bypass
və arterioiliak endarterektomiya müşahidə edilə bilər bu xəstələrə. Amma bu aorta qalça arteriyalarında olan xəstəliklərə görə nəzərdə tutulub, digər hallarda istifadə olunmur. Ən çox istifadə olunan cərrahi müdaxilə isə Niket Dacron-Greft ilə yapılan arteriobifemoral bypassdır arterioiliak xəstəliklər üçün. Ağırlaşmaları, miokard infarktı, insult, qoyulan greftin infeksiyası müşahidə oluna bilər. Periferik embolizasiya, pelvisdəki avtonom sinirlərin zədələnməsi müşahidə olunur bu xəstəliklərdə. Pelvisdəki avtonom sinirlər zədələnərsə, bu zaman xəstələrdə gastrointestinal və sidik cinsiyyət sistemində olan disfunksiyalar müşahidə olunur. Femoropopliteal xəstəliklərdə transsafen vena, politetrafluoretilen və yaxud da digər sintetik greftlər ilə bypass və tromb endarterektomiya əməliyyatı icra olunur. Bu, yaralanmış arter və safan venin ilə interpozisiyası bu şəkildə göstərilib. Burada trans safan vena onu nəzərdə tutur ki, səthi vena çıxarılır və tərsinə çevrilir və arteriya bu cür tikilir. Çünki venaların içərisində qapaqcıqlar var. Qapaqcıqlar daha sonra arteriyada hansı bir funksiyana mane olmasın deyə, arteriyanın funksiyasına, ona görə tərsinə çevrilir, yəni qapaq tərs qalmış olur. Risk faktorlu xəstələr isə müayinə olunmalıdır. Dediyimiz kimi, az öncə sadaladığımız risk faktorlu xəstələr, hipertenziyası, aterosklerozu, yaşı 40-dan yuxarı olan, LDL-i yüksək olan xəstələr, qan laxtalanma göstəriciləri yüksək olan xəstələr müəyyən olunmalı və müəyyən tədbirlər aparılmalıdır. Digər arteriya xəstəliyi isə fibromuskulyar displaziya hesab olunur. Fibromuskulyar displaziyanı biz keçən dərs renovaskulyar xəstəliklərə danışanda geniş danışdıq, yəni tez-tez adını çəkdik. Fibromuskulyar displaziya deyəndə ümumiyyətlə hüceyrə səviyyəsində displaziya nəzərdə tutulur. Amma mən belə düşünürəm ki, burada damar divarlarının arasında əmələ gələn qarışıqlığa görə bu displaziya adlanır. Və ən çox orta diametrli arteriyaları zədələyir. Salam. Salam. Ən çox kiçik və orta diametrli arteriyaları zədələyir və qadınlarda daha çox müşahidə olunur fibromuskulyar displaziya və keçən dərsdə qeyd etdiyimiz kimi ən çox renal arteriyalar, yəni böyrəyin arteriyanı və karotiz arteriyaları, yəni yuxu arteriyalarını daha çox zədələyir. Histoloji təsnifatına görə 3 cür təsnif olunur. İntimal fibroplaziya, medial displaziya, adventisial hiperplaziya növləri vardır. Ən çox rast gəlinən forması isə medial displaziyadır. Medial displaziya da özünün medial fibroplaziya, perimedial fibroplaziya, medial hiperplaziya növləri aid olunur. Bunlar arasında isə ən çox rast gəlinəni medial fibroplaziya variantıdır. Medial fibroplaziya da incəlmiş media və fibromuskulyar yarıqlar müşahidə olunur. Yəni media incəlir, bunun da nəticəsində damar divarında qeyri-müəyyənlik formalaşır mənfəzində. Sanki silindrik forma deyil də nisbətən qarışıq forma əmələ gəlir və damar divarının bir hissəsi daha çox qabarırsa mənfəzə doğru, bu da ki, arterial qan axınının pozulmasına gətirib çıxarır. İntern elastik namina isə qorunmuş olur bu xəstələrdə. Ən çox isə iliak arteriyaları zədələnir, qalça arteriyaları zədələnir bu xəstələrdə. Angiografiyada muncuq düzülüşü görüntüsünü görürük. Şəkildən də çox yaxşı görünür. Bu böyrək arteriyasının angiografiyasıdır. Zaten ən çox rast gəlinən də böyrək arteriyasındadır. Klinikası kladikasyondur. Kladikasyon deyəndə hərəkətə bağlı yaranan əzələ ağrısı nəzərdə tutulur. Demək olar, arterial xəstəliklərin hamısında bu simptoma rast gələcək və istirahət ağrısı da müşahidə olunur həmçinin bu xəstələrdə. Müalicəsi isə perkutan transluminal angioplastika və cərrahi rekonstruksiyadan ibarətdir. Burada perkutan transluminal angioplastikanı yerləşdirmişəm, çünki bundan çox danışdıq, amma heç... Səsimi də edirəm, sizi narahat eləmir. Böyrək arteriyasında aparılır. Səs gəlmir. Videonun səsi gəlmir? Hə. Hə, okey, tamam. Amma özü görünür də. Hə. Bu
Bu əslində bizdə balon dilatasiya olaraq öyrənmişik. Yəni mən bunu balon dilatasiya olaraq bilirdim. Angioqrafiya altında aparılır, sözsüz. Əvvəl kontrast maddə ilə darlığın lokalizasiyası müəyyən olunur. Daha sonra isə müdaxilə aparılır. Və balon dilatasiyadan fərqi ondan ibarətdir ki, burada dilatasiyadan sonra bir stent kimi bir tor şəkilli bir şey yerləşdirilir damarın divarlarına. Hazırda da görəcəksiniz. Digəri orada qalır yəni. Təkrar stenozun qarşısını almaq üçün. Digərləri tromboangiitis obliterans və ya Burger xəstəliyi olaraq biz bunu əsasən tanıyırıq. Və bildiyiniz kimi Burger xəstəliyi sırf siqaret çəkməklə əlaqəli olan yeganə vaskulitdir. Hətta yeganə xəstəlik deyə bilərik. Ümumiyyətlə etiologiyası tam aydınlaşdırılmamış xəstəlikdir. Amma çox qəribə olaraq yenə aydınlaşdırılmamış şəkildə siqaret çəkməklə çox sıx əlaqəsi var. Yuxarı və aşağı ətraflarda kiçik və orta diametrli arteriyaları və venaları da zədələyir həmçinin. Cerebral, visceral və koroner arteriyaları nadir hallarda zədələyir, amma bunların zədələnməsi də müşahidə olunur. Dediyimiz kimi siqaret çəkməklə çox sıx əlaqəsi var və yeganə spesifik müalicəsi də siqaret çəkmədən imtinadır. İlk mərhələlərdə polimorfonuklear leykotsitlərin infiltrasiyası müşahidə olunur. Sonra hüceyrəvi iltihabi tromb inkişaf edir damar divarında və bu da ki, damarın stenozuna gətirib çıxardır. İrəli mərhələlərdə mononuklear hüceyrələr, fibroblastlar, nəhəng hüceyrələrin damar divarına infiltrasiyası müşahidə olunur. Gec mərhələlərdə isə artıq damar divarından kənarda da bir fibroz formalaşır və rekanalizasiya müşahidə olunur. Burada fibroblastların damar divarı ətrafı fibroblastların deyil, polimorfonuklear leykotsitlərin infiltrasiyasını görürük biz bu histoloji şəkildə. Ümid edirəm ki, aydın görünürdür sizlərə. Burada daha tünd rəngdə boyanan bilirsiniz ki, leykotsitlər olur əsasən. Damar divarı isə çətin seçilir. Burada intimal qalınlaşma var, çox ehtimal ki, mənfəz daralıb. Müalicəsi yenə klasifikasyon, Raynaud fenomeni rast gəlinir. Raynaud fenomenini ayrıca danışacağıq, orada da qeyd edəcəyik. Gəzən səthi vena tromboflebiti müşahidə olunur bu xəstələrdə. Xəstəlik distal damarları daha çox zədələyir. Şiddətli digital işemiya müşahidə olunur. Barmaqlarda yaranan işemiya olur. Digital dedikdə biz barmaq uclarını nəzərdə tuturuq. Trofik dırnaq dəyişiklikləri, ağrılı xorlar və barmaq uclarında qanqrenaya qədər arterial qan dövranının kəsilməsinə gətirib çıxardan xəstəlik növüdür. Fiziki müayinədə normal popliteal braxial nəbz, yəni kiçik damarları zədələdiyi üçün nəbzdə hər hansı bir problem yaranmır. Həmçinin kiçik damarları zədələyən digər xəstəliklərdə də nəbzdə bir problem olmur. Biz normal nəbz görürük xəstədə. Amma ki, periferik ətrafların periferik hissələrində hər hansı bir sianoz, işemiya müşahidə olunur. Bu əlamətlər müşahidə olunur. Ulnar və tibial atımlar azalmış və itmiş görünür burada. Diaqnozu arteriografiya ilə görünür. Eksizional biopsiya damarların patoloji histoloji müayinəsindəki çox da geniş istifadə olunmasa da diaqnozu təsdiqləmək üçün istifadə oluna bilər və yaxud hər hansı bir araşdırma məqsədi ilə, amma arteriografiya kifayət edir diaqnozu müəyyənləşdirməyə. Klinikasını gördüyümüz kimi ətrafda xora hətta formalaşıb, distalını zədələyib, trofik dırnaq dəyişikliklərini də görürük biz burada. Hətta görünür ki, barmağın ən uc nöqtəsi zədələnib. Bu da qanqrena olan formasıdır. Yəni qanqrenaya qədər gətirib çıxaran bir arterial okluziya vardır, işemiya mövcuddur. Bu da ki, səthi tromboflebit müşahidə olunan variantıdır. Gəzən səthi tromboflebit. Müalicəsi siqaretdən imtina dediyimiz kimi spesifik müalicəsidir. Başqa siqaret əgər çəkilməyə davam etsə, amma dərman müalicəsi aparılsa çox da bir effekti görülməyəcək. Ondan sonra arterial qreflərdən, lokal debritmandan istifadə oluna bilər. Antibiotiklər əgər infeksiya riski varsa, xoralaşıbsa artıq ətraf, o zaman istifadə oluna bilər. Amputasiyada təbii ki, artıq nekroz qanqrena variantlarında amputasiya aparılır ətrafda. Digərisi nəhəng hüceyrəli arteritdir. Buna temporal arterit də deyirik, çünki bu ən çox temporal arteriyanı zədələyir. Orta və böyük diametrli arteriyaların iltihabı ilə gedən bu sistemik xəstəlik hesab olunur. Burada baxmayaraq ki, biz temporal arteritdən danışacağıq. Amma burada
sırf damarla əlaqəli olmayan bir neçə simptom da qeyd edəcəyik. Xarakterik olaraq yuxu və gicgah arteriyalarını zədələyir. Ona görə buna əsasən temporal arterit deyilir. Hətta deyə bilərdim ki, karotit arteriyadan daha çox gicgah arteriyasında müşahidə olunur bu xəstəlik. Polimialgiya, revmatika arasında yaxın əlaqə vardır. Hətta Harrison ikisini bir paraqrafda qeyd etmişdi bu xəstəliklərin. Polimialgiya, revmatika əzələ ağrısıdır. Yəni bildiyimiz əzələlərdə baş verən ağrı və çox qəribədir ki, temporal arteriti olanların 50%-də polimialgiya, revmatika inkişaf edir. Polimialgiya, revmatika olanların isə 30%-də temporal arterit inkişaf edir. Ona görə də hesab edilir ki, bəzi mütəxəssislər tərəfindən bunlar bir xəstəliyin ayrı-ayrı formalarıdır. Amma polimialgiya, revmatikanın ayrı təcrid olunmuş variantda da rast gəlinən xəstələr vardır. Bu kimi şeylər belə təzad yaradır. 50 yaş üstü xəstələrdə daha çox müşahidə olunur və daha çox qadınlarda görülür bu xəstəlik. Və çox qəribədir ki, HLA-DR4-ün ailəvi toplanması müşahidə olunur. Bildiyimiz kimi HLA-DR4 əsasən revmatik xəstəliklərdə müşahidə olunan, mutasiya olunan bir gendir. Daha sonra HLA-DR1 lokusundakı allellərdə, xüsusən HLA-DR1 4 variantı ilə əlaqəli olduğu düşünülür bu xəstəliyin etiologiyasının. Patofiziologiyasına gəldikdə isə sistemik davam edən, səssiz davam edən sistemik bir xəstəlikdir. Patoloji olaraq panarterit müşahidə olunur. Yəni damar divarının intimal, media, adventisiya qışasının hamısında vaskulit yaranır. Panarterit müşahidə edirik biz burada. Və damar divarında nəhəng hüceyrələrlə birlikdə mononüklear hüceyrə infiltratları da müşahidə olunur. Şəkildən də görünür makrofag, limfosit, digər iltihabi hüceyrə elementlərində, immun hüceyrə elementlərində biz burada görürük. İntimada proliferasiya gedir, internal elastik laminada fragmentasiya müşahidə olunur. İntimada proliferasiyanın özü damar mənfəzinin daralmasına gətirib çıxardır. Aktiv T hüceyrə, buna CD4 plus hüceyrə də deyilir. Yəni T hüceyrənin CD4 plus variantları. Bunu müəyyənləşdirib ki, bəzi çalışmalarda damar divarında bu T hüceyrələrin reseptorlarının belə düzülmüş şəkildə artışı müşahidə olunub və bu T hüceyrələr həmin bu reseptorlarla əlaqəyə girərək adı çəkilən iltihabi prosesləri törədir. Makrofag dendritlik hüceyrə mexanizmində antigen güdümlü xəstəlik hesab olunur. Hətta bəziləri hesab edilir ki, bu revmatik xəstəlik deyil də immun xəstəlikdir. Yəni immun sistemin xəstəliyi hesab olunur. Genetik yatkınlıq da ola bilər. Az öncə qeyd etdiyimiz gen mutasiyalarına görə. Xüsusən də T hüceyrələr interleykin 2 və interferon qamma sintesidir. Burada əsas patoloji dəyişiklikləri yaradan interferon qammadır, hansı ki, intimada proliferasiyaya gətirib çıxardır bu interferon qamma. Yəni patofiziologiyası çox da dəqiqləşdirilməmiş bir xəstəlikdir. Klinikasına gəldikdə isə temporal arterit isə əsas simptomu baş ağrısıdır. Bu mütəmadi də olur, belə gedib gələndə ola bilir. Qızdırma müşahidə olunur, anemiya və yüksək EKS müşahidə olunur bu xəstələrdə. Çünki sistem xəstəlikdir və damar divarının iltihabı müşahidə olunur və immun hüceyrələr aktivləşib bir şey ki, T hüceyrələr artıq interferon qamma interleykin 2 sintez edirlər. Halsızlıq, yorğunluq, iştahsızlıq, çəki itkisi, yəni ümumi intoksikasiya simptomları da müşahidə olunur. Fiziki müayinəsində temporal arteriyanı biz palpasiya etdikdə həssas, qalınlaşmış, nodulyar temporal arteriya, yəni düyünlü temporal arteriya müşahidə edirik. Əvvəlcə pulsasiya olunur xəstəliyin ilk mərhələlərində, amma artıq damar divarı qalınlaşıb fibrozlaşdıqdan sonra bilavasitə pulsasiyada müşahidə olunmur. Baş dərisində ağrı, çənə və dildə kladikasiya, yəni ağrı ilə bərabər hərəkətlə yaranan ağrı müşahidə olunur. Bir digər ən çox bu xəstəliyin ən ağır ağırlaşması deyə hesab olunan korluq, ani inkişaf edən korluğa səbəb olan işemik optik nevropatiya inkişaf edir bu xəstələrdə. Ola bilsin ki, gicgah arteriyasının bir şaxəsi optik siniri vaskulizasiya edir, yəni onu qidalandırır və burada yaranan hər hansı bir stenoz işemik optik nevropatiya səbəb olur və ani inkişaf edən korluq. Təbii ki də bu bütün xəstələrdə belə müşahidə olunmur. Bəzi xəstələrdə görmə mütəmadi belə tədricən azalır,
Amma dediyimiz kimi ani inkişaf edən korluq da müşahidə oluna bilər. Bu da bu xəstəliyin ciddiliyini qeyd edir. Ətraflarda komplikasiya, insult, miokard infarktı, daxili orqan infarktları isə digər ağırlaşmalarıdır və aortanın anevrizması riski yüksəkdir bu xəstəliklərdə. Digər laborator nəticələr isə normoxrom, yüngül dərəcədə hipoxrom anemiya, qaraciyər funksiyaları pozulur, qələbə fosfatazı artır, immunoglobulin G komplement səviyyələri artır, amma əzələlərin parçalanma məhsulu olan kreatin kinazanın səviyyəsi normal olur qanda. Diaqnozu temporal arteriyanın biopsiyası ilə qoyulur. Gigant sellər, hüceyrələr, limfosit infiltrasiyasını, elastik laminanın nisbətən dağılmasını, belə deyək, fragmentasiyasını biz burada görürük və mənfəzi çox zəif görülür ümumiyyətlə. Biopsiya ilə tam dəqiq diaqnozu qoyula bilən xəstəlikdir. Buna başqa ultrases müayinəsindən də istifadə olunur gicgah arteriyasında. Buradakı damar izvarının qalınlaşmasını görürük biz və buna bağlı da azalmış arterial dövranı. Polimialgiya revmatika diaqnozu isə çiyin və çanaq qurşağı əzələrində ağrı, tutulu müşahidə olunur və polimialgiya revmatika çox qəribədir ki, kiçik doz glikokortikoid müalicəsinə yüksək müsbət cavab verir. Yəni ki, kiçik doz glikokortikoid müalicəsindən biz polimialgiya revmatika ağrısını tamamilə dayandıra bilirik. Amma bir mənfi cəhət ondan ibarətdir ki, polimialgiya revmatika qayıdır sonrasında təzədən simptomları baş verir. Ölüm səbəbləri serebrovaskulyar səbəbləri olur. Miokard infarktı aorta anevrizmasının cırılmasından müşahidə edə bilirik bu xəstələrdə. Dəqiq ki, daha ağır, daha inkişaf etmiş mərhələlərdə müşahidə olunur bu. Glikokortikoid müalicəsi yeganə müalicəsi hesab olunur. 40-50 milliqram idi, səhv eləmirəmsə. 40-50 milliqram gündə prednizolon təyin olunur. Bunun dozası həftələrlə tədricən azaldılaraq kəsilir. Yəni ümumiyyətlə prednizolonun istifadəsi, glikokortikoidlərin istifadəsi düzdür, yüksək dozdan başlansa da tədricən kəsilərək müalicə dayandırılır. Kontrol üçün HACE-in səviyyəsinə baxırıq. Yəni xəstəliyin sönüb-sönmədiyini simptomlarla deyil də qandakı HACE-in səviyyəsinə görə biz xəstəliyin residivinin remisiya əldə edib etmədiyimizi onunla müəyyən edirik. Aspirin də istifadə oluna bilər və çox qəribədir ki, burada metotrexat qeyd olunmuşdu. Bu prednizolona qarşı yaranan əlavə təsirləri aradan qaldırmaq üçün belə bir şey qeyd olunmuşdu. Amma ki, mən istənilən internet saytında tapmadım metotrexat bu burger xəstəliyində metotrexat istifadəsini. Yəni burada qeyd olunmuşdu, amma izolə polimialgiya revmatika da, yəni ki, burger xəstəliyinin əlamətləri yoxdur. Sadəcə polimialgiya revmatika var xəstələrdə. Çiyin qurşağında ağrı var. Bunun üçün glikokortikoid istifadə edirik. Burada isə 20-30 milliqram idi gündə və müalicə dayandırdıqda simptomlar təkrarlanır. Digər mənfi cəhət bundan ibarətdir ki, polimialgiya revmatikanın ağrıları müalicədən sonra dayanır. Takayasu arteriti. Takayasu arterisi də ki, aorta qövsü və aortanın ana şaxələrini zədələyən orta və böyük diametrli arteriyalda iltihab və stenoza səbəb olan bir vaskülit növüdür. Aorta qövsü sindromu da hesab olunur. Burada da görürük aortanın əsas şaxələrini damar zivarında strukturu dəyişilib, damar mənfəzi müəyyən dərəcədə daralıb. Ən çox yeniyetmə qızlarda və gənc qadınlarda müşahidə olunur bu xəstəlik. Patoloji müayinədə yəni nəhəng və mononuklear hüceyrə infiltrasiyası ilə panarterit müşahidə olunur. Yəni damarın divarının üçü də zədələnir. Aydın intimal proliferasiya və fibroz, mediada skarlaşma və vaskularizasiya, elastik laminada degenerasiya müşahidə olunur. Mənfəzin darlığı ya tromboz səbəbindən yaranır. Çünki burada endotel qatı zədələnirsə, trombomeyillilik, tromb yaranması üçün bir fon yaranır. Burada lokal olaraq tromboz yaranır, tromb yaranır. Və yaxud da ki, sərbəst olaraq damar Qazanaq-qazanmazı orumlar patoloji mexanizmlərində olduğu var burada. Amma ki, bu araşdırma mərhələsində də hələ tam dəqiq araşdırma aparılmayıb. Klinikası ümumi intoksikasiya simptomları. Halsızlıq, qızdırma, gecə tərləmələri, atralgiya, iştahsızlıq, çəki itkisi, subklavian arteriyada nəbz almırıq.
Subkalabian arteriyada nəbzi almaq üçün körpücüyün altına deyil də üstündən, körpücü üstü çuxurun altına, sanki biraz içərisinə təzyiq göstərir və orta pulsasiya hiss olunur normal şəxslərdə. Amma bu xəstəlik olanlarda bu pulsasiyanı biz qeyd etmirik. Hipertenziyalı xəstələrin çox qəribə 32%-dən 93%-nə qədərində bu xəstəlik inkişaf edir. 93% çox böyük bir faizdir. Yəni demək olar ki, hipertenziya xəstələrinin hamısında bu xəstəliyi biz müşahidə edə bilərik, gözləyə bilərik. Yüksək HAS, yüngül dərəcəli anemiya və yüksək immunoqlobulin səviyyəsi qeyd olunur qanda. Diaqnozu periferik nəbzi azalmış alınmayan xəstələrdə sağ və sol qolda qan təzyiqləri arasındakı fərqə görə müəyyən edirik. Çünki dediyimiz kimi ana şaxələni zədələyir. Ola bilsin ki, sağ və sol müxtəlif dərəcədə zədələnir və ona görə də qan təzyiqləri arasında fərqlər, hətta də fərqlər müşahidə oluna bilər. Doğrulama angioqrafiya ilə qoyulur. Kontrastlı tam aortoqrafiya və maqnit rezonans angiografiyada istifadə oluna bilər. Biopsiya nadir hallarda. Yəqin ki, hansı bir araşdırma məqsədi ilə. Çox üzr istəyirəm, bir dəqiqə. Biopsiya nadir hallarda icra olunan manipulyasiyadır. Bu çəkilən angiografiyadakı stenozları biz görə bilirik, daralmaları, damar divarının strukturunun pozulması nəticəsində. Müalicəsi ölümün nədən baş verir? Kongestiv ürək çalışmazlığı, serebrovaskulyar səbəblər, miokard infarktı, böyrək çalışmazlığı və anevrizmanın cırılması nəticəsində bu xəstələrdə ölüm müşahidə oluna bilər. Xroniki və təkrarlayan klinika müşahidə olunur bu xəstələrdə və prednizolon simptomları söndürür. Yenə burada da prednizolonun təsirini azalma, yoxsa prednizolonun bir anda kəsilməsi mümkün olmayan hallarda metotrexat istifadə olunur. Belə bir şey qeyd olunmuşdu. Və cərrahi müdaxilə və angioplastik prosedurlar da müşahidə olunur burada lazım gələrsə. Kəskin arterial tıxanma aşağı ətraflarda müşahidə olunan patologiyalardan ən ciddisi hesab oluna bilər. İki başlıca səbəbi təbii ki də embolizm və in situ tromb yaranmasıdır. Yəni ki, haradansa gələn hər hansı bir embol gəlir damarın mənfəzini bir anda tam tıxayır və yaxud da ki, in situ tromb yaranır. In situ tromb yaranması yəqin ki, mütəmadi baş verir. Yəni bu kəskin arterial tıxanmaya çox da səbəb olmaz. Amma ola bilsin ki, bir anda çox böyük bir tromb, böyük ölçülü bir trombun əmələ gəlməsi müşahidə oluna bilər və bu da kəskin arterial tıxanmaya gətirib çıxarda bilər. Embolun mənşəyi ürək, aorta və böyük damarlardan olur. Əsasən tromboembolizma səbəbi isə ürək xəstəliyi səbəbi, xroniki və paroksismal arterial fibrillasiya, kəskin miokard infarktı, kardiomiopatiyalar, prostatik ürək qapaqları, arterial miksoma və s. Arterial miksoma bu kimi xəstəliklər, tromboembolizma, paradoksal arterial tıxanma isə qulaqcıqlar arası septumda olan foramen ovale nəticəsində formalaşır. Yəni ürəyin sağ hissəsindən gələn tromb gəlir arterial tıxanmaya səbəb olur. Bunun yeganə səbəbi ürəyin sağ və sol hissəsi arasında əlaqənin olmasıdır. Yəni qulaqcıqlar arası septumda bir dəlik var, qapanmamış bir dəlik. Ən çox femoral arteriyada müşahidə olunur. Bunun ardınca isə qalça, dizaltı, tibioperonal arteriyalarda zədələnə bilir. Ən çox rast gəlinən səbəbi isə aterosklerotik düyünün üzərində formalaşır. Bypass greflərinin anevrizmalarında olur. Arterial punksiya və kateter yerləşməsinin ağırlaşması kimi də kəskin arterial tıxanmanı biz müşahidə edə bilərik. Toraksik çıxış sindromu qastrokinemoz əzələsinin başının anormal yerləşməsi. Toraksik çıxış sindromu budur. Bildiyimiz bunun səbəblərini araşdıracağıq birazdan ki, niyə bu sindrom baş verir. Qastrokinemoz əzələsi budur. Bunun da başının anormal yerləşməsi bu popliteal arteriyanı burada sıxır və kəskin arterial tıxanmaya gətirib çıxardır. Polisemiya və hiperkoagulyasiya problemləri də ola bilsin ki, kəskin arterial tıxanmanın səbəbləri arasında yer alsın. Şiddətli ağrı, dediyimiz kimi kəskin tıxanma var. Şiddətli ağrı, hissiyyat pozuntusu və soyuqluq müşahidə olunur bu xəstələrdə. Güc itkisi müşahidə olunur.
əzələlərin atrofiyası nəticəsində, fiziki müayinədə nəbzin itməsi, sianoz və soyuqluq, ətrafın soyuması, əzələlərdə sərtləşmə, dərin vətər reflekslərində azalma və yaxud itmə müşahidə olunur. Diaqnoz klinika ilə tamamilə düzgün şəkildə qoyulur, amma bəzi hallarda dediyimiz kimi manipulyasiya icra olunacaqsa xəstələrə hər hansı bir müdaxilə ediləcəksə, arterioqrafiyadan da istifadə oluna bilir. Trombun böyüməsinin qarşısını almaq müalicə məqsədləri sırasındadır. Bir də ki, IV heparin yeridirik bu xəstələrə. Bu şəkildə qeyd olunanlar hidrodinamik güclər və ya dönən səbətlərlə perkutan mexaniki trombektomiyanın şəkilləridir. Burada mənə aydın olmayan hidrodinamik güclər oldu. Harrisonun özündə də belə qeyd olunmuşdu. Yəni burada mexanizmi başa düşmədim ki, hansı mexanizmlə tromb damar divarından çıxarılır. Deyəsəm çox da geniş istifadə olunan bir üsul deyil, ya da yeni bir üsuldur, çox yeni bir üsuldur. Çünki video çarx falan da yox idi buna aid. Tromboembolektomiya, arterial bypass, toxuma plazminogen aktivatoru və urokinazə ilə intraarterial trombolitik müalicə kimi müalicə üsulları var. Bütün bu müalicə üsulları işə yaramazsa və yaxud da ki, xəstədə artıq çox dərin inkişaf etmiş işemiya olarsa və təcili müdaxiləyə ehtiyac yaranarsa, cərrahi müdaxilədən istifadə olunur. Aseroembolizm. Aseroembolizmdən biz keçən dərsdə danışmışdıq. Böyrəyin arteriyasını da zədələyən səbəblərdən, o tıxanmaya gətirən səbəblərdən biri idi. Ebol nədən ibarət ola bilər? Xolesterin, trombosif fiburindən ibarət ola bilər. Dərini və əzələn kiçik damarlarını da tıxayır və bu daha çox ətrafda işemiya simptomları deyil də dəri simptomlarını özündə göstərir. Ona görə də distal palpasiya, nəbz palpasiya olunur. Çünki periferik hissələri zədələyir. Bunun da səbəbi çox ehtimal, yəni düyünün ölçüsü çox iri deyil. Hətta bundan qopan bir embolda çox geniş bir damarı tutmaz, yəni orta diametrli bir arteriyanı tutmaz. Daha kiçik diametrli arteriyaları tutur və intraarterial müdaxilələrdən sonra inkişaf edir bu. Ola bilsin ki, kateter, angiografiya kimi prosedurlardan sonra ya həkim səriştəsizliyindən ya da ki, istənilən bir səbəbdən ola bilər. Müdaxilədən sonra biz xəstədə trombun deməli aterosklerotik düyünün bir parçasının qopub ətrafda belə bir patologiyaya gətirib çıxılmasını görə bilərik. Mavi barmaq sindromu inkişaf edir ki, şəkildə onu görürsüz. Digital nekroz və qanqren inkişaf edə bilər. Digital nekroz dedikdə barmağın nekrozu nəzərdə tutulur. Həssaslıq, soyuqluq, levator vesicularis müşahidə olunur. Biopsiyada xolesterin kristalları görürük ki, biz bunu keçən dərsdə patistoloji şəklini görmüşdüm. İynə şəklində görülür və bu frozen kəsiklərdə alınır. Yəni biz bunu görmək üçün aldığımız kəsikləri dondurmalıyıq. Çünki digər həll edicilərdə xolesterin kristalları həll olunurdu. Müalicəsi nisbətən çətin hesab olunur. Çünki çox kiçik damarları tutur və burada hər hansı bir cərrahi müdaxilə aparmaq çətinləşir. Ona görə də bunlara əsasən konservativ müalicə edirlər. Trombosit inhibitorları edirlər. Bəzi hallarda isə bypass edilə bilər. Torasik çıxış kompressiya sindromu, bəlkə arterial xəstəliklər arasında ən maraqlısı budur. Buna aid bir kiçik video çarx da var, amma onu briefləyə bilmədiyim üçün digər yolla göstərəcəm. Bu neurovaskulyar kompleksin təzyiq altında qalma, neurovaskulyar kompleks dedikdə arteriya, vena və sinir dəstəsinin təzyiq altında qalması ilə yaranan boyun və çiynə yayılan simptomu kompleksdir. Səbəbləri arasında boyun qabırğası deyilən bir patologiya müşahidə olunur burada. Boyun qabırğası burada görsənir. Yəni, bəzi insanlarda anadan gəlmə 7-ci boyun fəqərəsində çıxıntılar olur. Lateral səthlərindən çıxıntılar olur və buna boyun qabırğası deyirlər. Servikal kot deyirlər bunlara. Bu xəstələrdə bu gəlir, bu körpücük altı nahiyədə dediyimiz bu kompleksi sıxır və torasik çıxış kompressiya sindromuna səbəb olur. Scalenus antiquus'un əzələ anomaliyası. Scalenus antiquus budur. Bunun əzələ anomaliyası da elə bu şəkildə göstərilir ki, damarı sıxır. Digər, klavikulanın birinci qabıqaya çox yaxın olması, pectoralis minor əzələsinin anormal yerləşməsi. Bu da pectoralis minor əzələsi görülür. Bunun da anormal yerləşməsi yenə torasik çıxış kompressiya sindromuna səbəb olan anomaliyalardır.
Üç forması vardır. Arterial venöz və neurogen. Yəni adından da görüldüyü kimi arterialda arteriya daha çox sıxılır. Venozda vena, neurogenda isə sinir dəstəsi, brachial plexus burada sıxılır. Neurogenda çiyin və qolda ağrı, əzələ gücsüzlüyü və hissiyat pozğunluğu, arterialda klaudikasyon, Raynaud fenomeni, işemik toxuma itkisi və qangrenaya qədər olan ciddi bir ağırlaşmalara gətirib çıxardır. Digəri isə venozda isə subklavian və aksilyar venaların trombozu, Paget-Schroeder sindromu. Paget-Schroeder sindromu burada qeyd olunub. Normal halda bu sindrom yaranmır. Sadəcə ətrafları yuxarı qaldırdıqda, burada görürük, sıxılır vena və qan axımı dayanır. Və bu xəstələrdə sadəcə ətrafı yuxarı qaldıran hallarda biz patologiya müşahidə simptomları görürük. Zaten ümumiyyətlə bu torax kompressiya sindromu manevralar nəticəsində klinika göstərən bir sindromdur. Provokasiya manevraları ilə klinika üzə çıxıb. Bunlardan arasında deməli çiyinin xarici rotasiyası bu birinci şəkildə görürsüz və qolun 90 dərəcə açılması bu manevranı edəndə. Daha sonra skalen manevrası budur. Boyun əks tərəfə, baş isə patologiya tərəfə əyilir, çevrilir düzün desək. Bu halda daha sonra çiyinlərin xarici rotasiyası, buna kostoklavikullar manevra deyirik. Çiyinlərin xarici rotasiyasında və digərsi hiperabduksiyon manevrasıdır. Qolu 180 dərəcə yuxarı qaldıranda klinika üzə çıxır. Yəni normal halda bu xəstələr normal dursalar heç bir şey təyin edə bilmirik. Hətta buralarda əgər arterial formatsa distal nəbz azalıb itib, digital stenoz müşahidə olunur. İşemiya isə nadir hallarda görülür. Kirpik üstü çuxurda həssaslıq görürük. Venöz formada ətraf şişir. Çiyin və üst qolda genişlənmiş kondilateral venalar görürük biz bu xəstələrdə. Bu da vena damarının sıxdıqda müşahidə olunur. Sindromunun diaqnozunu qoymaq üçün rentgenografiya müayinə edirik ilk əvvəl. Servikal qabırğanı müşahidə etmək üçün, yəni boyun qabırğasını müşahidə etmək üçün bu şəkildə də çox aydın görünür. Xəstənin boyun qabırğası olduğu, duplex ultrasəs müayinəsi, maqnit rezonans angiografiya, kontrast angiografiya ilə arterial formanın, duplex ultrasəs müayinəsi yenə maqnit rezonans venografiya, kontrast venografiya ilə venöz formanın, elektromiyoqram neyrofizioloji testlərlə də nevroloji formanın diaqnozunu qoyuruq. Müalicəsi konservativ aparılır. Dərman müalicəsi çox da aparılmır. Yəni çox bir effekti yoxdur. Bu şəkildə göstərilən məşq növləri xəstələrə tövsiyə edilir. Skaleniz antikusun və birinci qabırğanın çıxarılması isə çox nadir hallarda icra olunur və ağır əməliyyatlar hesab olunur bunlar. Digər isə arterial venöz fistullardır. Arterial venöz fistullar, yəni arteri və vena arasında kapillyar yatağından xaric bir bağlantının olması hesab olunur. Anadan gəlmə və qazanılmış olur. Anadan gəlmə fistullar embrionik damarların arteriya venada çevrilməsindəki problemdən yaranır. Yəni bu damarlar əslində ya arteriya ya venaya çevrilməlidir. Sadəcə bunlar problem yaşandığı üçün arteriya venöz fistullar formalaşır. Doğum ləkəsi ilə birlikdə görülür. Qazanılma fistullar isə hemodializ xəstələrində həkimlər tərəfindən edilir və cərrahi seksiyada müşahidə olunur. Kateterizasiyanın ağırlaşması kimi odlu silah və bıçaqlanma yaralanmalarında penetrasiya edən yaralanma olarsa, xəstələrdə arterial venöz fistul formalaşa bilər. Klinikası palpasiyada pulsatil bir kütlə təyin edirik və belə xaricdən də çox kobud bir görünüşə sahibdir. Şişmiş bir görünüş və sanki hər an partlayacaqmış kimi bir hiss oyandırır insanda. Fistul üzərində tril və fürün vardır. Staz hiperpigmentasiyası müşahidə olunur. Periferik ödəmə olur. Geniş qıvrımlı vena görünümü görürük biz burada. Ətrafların distalində işemiya simptomları. Dəri temperaturu artıb burada və artmış kardiyak debi. Bunun özü də konjenital ürək qüsurlarına gətirib çıxardır. Bu kardiyak debini, yəni ki, ürək yükünün artması. Diaqnozu fiziki müayinəyə qoyula bilir. Amma böyük arterial venöz fistulları təzyiq ürək sürətinin yavaşlamasına səbəb olur. Biz buna Nicola-Doni-Branham sindromu deyirik. Venöz fistulun üzərinə
əlindən palpasiya etdikdə, təzyiq göstərdikdə ürək sürəti yavaşlayır. Dupleks ultrasəs müayinəsi, biz bunu burada görürük. Venoz qanla arteriya qanının qarışmasını və damar diametri də böyükdür. Kompüter tomoqrafiya, ənənəvi angioqrafiya istifadə olunur. Müalicəsində isə fistulun ləğvindən ibarət müalicə, cərrahi radioterapiya və embolizasiya ilə mümkün olur bu. Anagelmə fistullar müalicəsi daha çətinlik törədir və elastik bandajlardan da istifadə olunur bəzi hallarda. Raynaud fenomeni. Raynaud fenomeni ümumiyyətlə demək, revmatoloji xəstəliklərin əksəriyyətində rast gəlinən bir fenomendir ki, bunu birazdan qeyd edəcəyik və burada epizodik 3 fazadan ibarətdir Raynaud fenomeninin inkişafı. Birinci fazada vazokonstruksiya nəticəsində barmaq sanki tam arterial qandan məhrum olur və ağ bir görüntü əldə edirik. Buna işemik və ya pallor fazası deyilir. Digəri isə burada vazokonstruksiya davam edir, arterial vazokonstruksiya, amma venalar genişlənir və bunun nəticəsində sianotik bir görünüş əmələ gəlir və bunu göy rəngdə olur. Yəni sianoz fazası başlayır burada. Ətraf göy və yaxud da tünd bənövşəyi rəngi boyanır. Daha sonra isə hər iki damarlarda, arterial damarlarda vazokonstruksiya aradan qalxır və bura reaktiv qan axımı artır. Daralmış hissəyə qan axını birdən-birə artır və reaktiv hiperemiya görürük biz burada. Yəni ki, Raynaud fenomeni sırasında 3 rəng dəyişimi ağ olur, daha sonra göyərir və ya bənövşəyi, daha sonra isə qızarır və burada qızardıqda bu xəstələrdə əldə sanki bir nəsə atırmış kimi hiss olunur. Bu, uzun müddət əldə ağrı yük saxlayandan sonra yük yerə qoyanda əldə yaranan hissiyat kimi özünü göstərir. Patogenezi yüksək refleks simpatik vazokonstruksiya hesab olunur. Hesab olunur ki, bu xəstələrdə simpatik oyanıqlıq çox yüksəkdir. Buna görə də hər hansı bir soyuqluğun təsirindən və yaxud da ki, emosional stres fonunda bu xəstələrdə yüksək simpatik aktivasiya formalaşır. Bu da kəskin vazokonstruksiya, arterial vazokonstruksiyaya gətirib çıxardır. Amma digər bir hipotezə əsasən digital vaskulyar cavabın artması hesab olunur. Yəni burada sinirdə hər hansı bir hiperhəssaslıq yoxdur, hiperreaktivlik yoxdur. Sadəcə damarın vaskulyar cavabı çox yüksəkdir. Və bu ikisinin də bir yerdə rast gələn formaları var, amma birinci hipotez daha çox özünü doğruldur. Çünki müalicəsində simpatiktomiya edilir. Simpatik inervasiya kəsilir bu xəstələrin əlindən və simptomlar yavaşlayır, düzəlir. İki yerə ayrılır Raynaud xəstəliyi və ikincili Raynaud fenomeni, sekonder Raynaud fenomeni. Raynaud xəstəliyini belə deyək, xəstə gəldi, biz ona Raynaud xəstəliyi diaqnozu qoymuruq. Yəni Raynaud xəstəliyinin diaqnozu qoyulmur əslində. Sadəcə ikincili səbəblər istisna edilə, sonda səbəb qalmırsa, biz buna artıq Raynaud xəstəliyi deyirik. Yəni Raynaud sindromu demirik. Raynaud fenomeni Raynaud xəstəliyi hesab olunur. Qadınlarda daha çoxdur, əsasən 20-40 yaş arasında müşahidə olunur və nadir hallarda qulaq məməsi, burun ucu kimi uc nöqtələrdə də Raynaud fenomeni müşahidə oluna bilir. Miqren və prizmental anginası olan xəstələrdə tez rast gəlinir. Hər ikisinin provokasyon amili eyni olduğu üçün hesab olunur ki, bu iki xəstəliklə Raynaud xəstəliyi eyni rast gəlinsin. Fizikal müayinəsi tamamilə normaldır bu xəstəliyin. Sadəcə ataklar arasında əldə tərləmə və soyuqluq müşahidə olunur. Yəni bu xəstələrin əri daima soyuq olur. Digital subkutan qalınlaşma, sıxlaşma, sklerodaktiliya artıq irəli mərhələlərdə müşahidə olunur və sadəcə 10% xəstələrdə görülür. Barmaq angiografiyası göstəriş deyil bu xəstələrə. Çünki əgər atak yoxdursa, damar əsasən normal haldadır və yəni atakların xaricində damar normal olduğu üçün angiografiya etsək də zaten bizə bir şey verməyəcək. İkincili səbəbləri çox genişdir. Birincisi kollagen vaskulyar xəstəliklər, skleroderma xəstələrində ola bilsin ki, uzun müddət ilk simptom olaraq Raynaud fenomeni rast gəlinsin. Və bunun faizi də
80-90%-dir. Yəni sistem sklerodermalı xəstələrdə 80-90% hallarda Reno fenomeninə rast gəlinir. Sistemik lupus eritematosusda isə 20%-də Reno fenomeni müşahidə olunur. Dermatomiyozit və polimiyozitli xəstələrdə isə 30% hallarda Reno fenomeninə biz rast gələ bilərik. Revmatoid artritli xəstələrdə də geniş müşahidə olunan simptomlar arasındadır, amma dediyimiz kimi hər dəfə də görülmür. Digəri isə arterial okkluziv xəstəliklər, ateroskleroz, tromboangitis obliterans, Burger xəstəliyi az öncə orada da qeyd etmişdik. Kəskin arterial tıxanma, torasit çıxış sindromunda da Reno fenomeni rast gəlinən simptomlar arasındadır. Ağciyər hipertenziyasında da müşahidə olunur. Daha sonra digər xəstəlikləri, burada qan dəyişiklikləri belə deyək, daha maraq doğuran şeylər arasındadır, səbəblər arasındadır. Soyuq ağlutinlər, krioglobulimiya, kriofibrinogenemiya, mieloproliferativ xəstəliklər, Waldenstrom makroglobulimiyası kimi xəstəliklərdə Reno fenomenində müşahidə oluna bilir və bu qədər geniş və müəyyən dərmanların təsirindən də həmçinin müşahidə olunur. Vinplastin, sisplastin, bleomisin, bunlar istostatik preparatlar hesab olunur. Bunların istifadəsi nəticəsində Reno fenomenini biz görə bilərik. Bu Reno fenomeninin həqiqətən də bir fenomen olduğunu, həmçinin də patofiziologiyasının da çox dəqiq araşdırılmadığını göstərir. Bu müəyyən xəstələrdə də, peşə sahiblərində də müşahidə olunur. Məsələn, zəncirli mişarla işləyən xəstələrdə, elektrik şokudur, piano çalanlarda da ola bilsin ki, bu müşahidə olunsun və bundan da görürük ki, Reno xəstəliyi diaqnozunu qoymaq çox da asan bir şey deyil. Yəni bu görülən bütün simptomları biz, bütün səbəbləri belə deyək, aradan araşdırıb inkar etməliyik ki, Reno xəstəliyi diaqnozu qoyaq biz bu xəstələrə. Digər hallarda ikincili Reno fenomeni olaraq adlandırılır xəstəlik. Müalicəsi, spesifik dərman müalicəsi yoxdur. Zaten çox da effektiv təsir edən dərman müalicəsi yoxdur. Amma isti geyimlər geyinmək, soyuqla təmasdan qaçınmaq, tütündən istifadədən qaçınmaq müəyyən dərəcədə kömək edə bilər bu xəstələrə. Həmçinin nifedipin, isradipin, felodipin və amlodipin kimi kalsium kanal agonistlərindən də istifadə olunur. Yəqin ki, vazokonstruksiyalardan qaldırmağa kömək edir. Prazosin, doxazosin və terazosin kimi dərman qrupunun adını unutdum. Alfa-1 adrenalin blokatorlardan da istifadə olunur. Metidopa, guanetidin, fenoksibenzamin də müəyyən dərəcədə kömək göstərir xəstələrə və artıq xəstələrdə atakların sayısı artırsa, bunlar gündəlik yaşama müəyyən dərəcədə təsir göstərirsə, cərrahi simpatektomiya icra olunur. Akrosianoz. Akrosianoz arterial vazokonstruksiya və ikincili kapillər venaların vazodilatasiyasıdır. Yəni arterial vazokonstruksiya baş verir və bunun nəticəsində kapillər venalar genişlənir və bu da sianoza gətirib çıxardır. Birincili və ikincili olur. Birincili qadınlarda daha çox müşahidə olunur. Başlanğıc yaşı 30-dan aşağıdır. Trofik dəri dəyişiklikləri və xoralanma yoxdur bu xəstələrdə. Müayinədə periferik sianoz, nəmli ovucular müşahidə olunur, amma nəbz normaldır, çünki böyük transmissilə arteriyalar zədələnmir. Reno fenomenindən arterial tıxacı xəstəliklərdən diferensiyasiya olunur. Reno fenomenindən diferensiyasiyası ondan ibarətdir ki, bu deməli periodik olmur. Yəni akrosiyanozda rəng dəyişiklikləri periodik olmur və bəyazlaşma olmur akrosiyanozda. Sadəcə tünd göy bənövşəyi rəngdə barmaqlar müşahidə olunur, ətraflar müşahidə olunur. Digəri arterial tıxacı xəstəliklərdəndir ki, arterial tıxacı xəstəliklərdə ətraf qırmızımtıl rəng alır və soyuqluq müşahidə olunur. Və burada vena damarların genişlənməsi arterial tıxacı xəstəliklərdə çox da müşahidə olunmur. Amma burada əsas elə venaların genişlənməsi nəticəsində bu sianoz adlandırılır. Mərkəzi sianoz və arterial qanda oksigenin saturasiyasının düşməsi müşahidə olunmur bu xəstəliklərdə. Dərman müalicəsi də göstəriş deyil bu xəstəlikdə dərman müalicəsi aparılmır. İkincili akrosiyanozun səbəbləri isə, yəni digər xəstəlikləri araşdıranda həmişə qeyd etdiyimiz xəstəliklərdir. Hipoksemiya, birləşdirici doğma xəstəlikləri, anoreksiya, nevroza, ortostatik
antifosfolipid xəstəliklər və bu kimi digər xəstəliklərdə periferik qanda əsasən oksigenin saturasiyasının düşməsinə gətirib çıxardan və arterial damarların konstruksiyasına gətirib çıxardan hallar akrosiyanozun ikinci səbəbləri hesab olunur. Bu da yeni doğulmuşda müşahidə olunan akrosiyanoz. Yəqin ki, oksigen saturasiyasının kifayət qədər olmamasından yaranır. Livodirikularis, bunu da keçəndə qeyd etmişdim. Burada ətraflarda göründüyü kimi mavi və açıq rəngdə görünümlər olur. Belə patogenezi tam aydın deyil, amma belə hesab olunur ki, bu göy görünən, qırmızı bənövşəyə görünən hissələrdə vena damarları daha çox üstünlük təşkil edir və bunların genişlənməsi müşahidə olunur. Bu nisbətən açıq görünənlərdə isə arterial damarların əksinə genişlənməsi müşahidə olunur və ona görə də belə torlu, nöqtəvari görünüş, benekli görünüş müşahidə olunur xəstələrdə. İki tipi var. Birincili və ikincili. Birincili xoşxəstəlidir və xorallarla əlaqəli deyil. Dərman müalicəsi göstəriş deyil bu xəstələrdə. Xoralı livodirikularis isə atrofiya plagio adlanır. Plagio adlanır. İkincili livodirikularis isə bundan əvvəlki xəstəliklərdə də qeyd etmişdik, renovaskulyar xəstəlikdə də qeyd etmişdik. Atrioembolizmdir, sistemik lupus eritematosusdur, digər vaskulitlərdir. Hiperviskozitə qanın özlülüyünün artması nəzərdə tutulur. Sneddon sindromu kimi. Sneddon sindromunun özü işemik insultu və livodirikularis özündə birləşdirir. Perniochiblins. Bu soyuqdan yaranan bir vaskulit növüdür. Qabarıq eritematos lezyonlar görürük. Əsasən aşağı ətraflarda görülür bu. Qaşıntı, yanma hissi, su toplanmış qabarcıqlar və xora ilə nəticələnə bilər. Daha sonra supqudan toxumada nə hüceyrələr görülür. Müalicəsi soyuqdan qorumaq, yaraları antiseptiklə işləmək, kompressiya etmək və hematolitik dərmanlardan istifadə olunur bəzi hallarda. Vazon konstruksiyanı aradan qaldırmaq üçün, qan dövranını bərpa edib xoralaşmaların qarşısını almaq üçün. Eritromelalgiya isə əksinə istidən yaranır. Səhv eləmirəmsə, bəli. Bir dənə bu xəstəlik istidən yaranan xəstəlikdir. Burada xəstələrdə ətrafların qızarması olur, amma qızarmaqdan savayı ətraflar yanır. Ona görə də ən çox bu simptoma görə, yanma simptomuna görə həkimə müraciət edirlər. Birincili və ikincili olur. İkincili eritromelalgiya, polisitemiya və esensial trombositozla modifikasiya olunur. Yəni bu hallarda bu eritromelalgiyaya rast gəlinir. İşemiya və periferik neuropati xəstəliklərdən diferensiasiya olunmalıdır. Deməli, bu diferensiasiyanı aparmaq üçün də periferik nəbzləri və nevroloji müayinələri aparırıq. Periferik nəbz normaldırsa, bu eritromelalgiya hesab olunur. Deyilsə, işemiya, arterial işemik xəstəlikləri biz araşdırmalıyıq və nevroloji simptomları, yəqin ki, reflekslərin yoxlanması kimi hallar apardıqdan sonra da biz müəyyən edirik. Neuropatik xəstəlikləri müəyyən edirik. Xüsusi müalicəsi yoxdur, amma aspirinin istifadəsi müəyyən dərəcədə köməkli göstərə bilir. Soyuq yaraları frostbite, türklər buna soyuq ısırması deyir. Soyuğun təsirindən yaranan, soyuğun təsirindən bilavasitə yaranan toxuma trofikasının pozulması nəticəsində, bir də vazokonstruksiyadan yaranır. Qidal nahiyələrdə burun ucu, qulağın ucu, çənə, yanaqlar və əl barmaqlarının ucu, ayaq barmaqlarının ucunda müşahidə olunur. İlk mərhələlərdə ətraf qızarır və suluqlar yaranır. Bu birinci altdakı şəkildə gördüyünüz kimi. İsinmə sonrasında eritem, siyanoz, ödəm və su qabarcıqları müşahidə oluna bilər. Su qabarcığında da bu iki barmaqda görünür. Digərlərinin buna da görünür biraz. Əzələlər, sinirlər, dərin damarlar donursa artıq qanqrena formalaşır və bu dərin soyuqdan müşahidə olunur. Dərin nekrozu və qanqrenadan inkişaf edir. Bu artıq qanqrena olmuş soyuq yarasıdır. Müalicəsi xəstənin təkrar isidilməsidir. Bu təkrar isidilməsini burada yazılıb 44 dərəcə istidəki su banyosuna əlavə edirlər. Amma biz bunu 20-24 dərəcədə olan suya salıb temperaturu tədricən artırmaq qədər bilirdim mən bunu. Amma burada 40-44 dərəcə
deməli isti suya salır xəstəni ümumiyyətlə. Daha sonra ağrı kəsici məqsədi ilə analgetiklərdən istifadə olunur. Əgər infeksiyalaşma riski varsa, o zaman antibiotiklərdən istifadə oluna bilər. Sadəcə bunlara masaj, buzlu suyun istifadəsi və yüksək istinin tətbiqi əks göstərişli bu xəstələrə. Bu 3 manipulyasiyanı etmək olmaz. Digəri isə bizim venoz xəstəliklərimizdir. Bildiyiniz kimi venoz xəstəliklər arterial xəstəliklə nisbətən daha çox rast gəlinir. Çünki vena damarları nisbətən davamsız damarlar hesab olunur. Çünki divarı nazikdir arteriyaya nisbətən. Venöz tromboz, səthi venaların trombozu. Səthi venaların trombozu zaten venöz trombozun bir formasıdır. Dərin və səthi venaların trombozuna bölünür. Xroniki venoz çalışmazlıq və varikoz venaları araşdıracağıq indi biz burada. Venöz tromboz dərin və səthi venalarda tromb yaranması ilə üzr göstərir. Və sadəcə dərin venaların trombozu ağciyərlərin tromboemboliyasına gətirib çıxarda bilər. Səthi venaların trombozunda müşahidə olunmur. Tromb nədən ibarətdir? Trombosit fibrindən ibarətdir. Əgər eritrosit də qoşularsa buna, o zaman damar divarı boyunca uzanır sanki tromb. Və bu da daha geniş sahədə stenoza, darlığa gətirib çıxarır. Presipitasiya edən faktorlar Virchow triadasıdır. Venöz sistemində staz, yəni ki, qan axınının yavaşlaması, hiperkoagulyasiya, laxtalanmanın artması və endotel qatının zədələnməsini hallarında vena damarlarında tromb yaranır. Risk faktorları çox genişdir. Ortopedik cərrahiyyə, abdominal və torakal cərrahiyyə, pankreas, ağciyər, sidik cinsiyyət sistemi, mədə, süd vəzi xərçəngi, daha sonra onurğa, çanaq, bulud, baldır sümüklərinin sınıqları, bu sınıqlar zamanı tətbiq olunan immobilizasiya, hamiləlik dövrü, postpartum 1-ci ayda, postmenopazal dövrdə qəbul olunan replasman estrogen müalicəsi, bu kimi hallar yüksək risk təşkil edir. Yəni demək olar ki, istənilən halda bu dərin vena tromboz formalaşa bilir. Həmçinin hiperkoagulyasiya problemləri var idi. Aktive edici C protein rezidentliyi, protrombin C20210 AG mutasiyası, protrombin, antitrombin 3, protein C, protein S çatışmazlıqları və bu kimi hallar ki, burada qeyd olunub hamısı yenə dediyimiz kimi venoz trombozun yaranması üçün fon hesab olunur və çox geniş bir risk faktorları var və hər bir insan ən azından bunların birindən mütləq sahibdir. Ona görə də çox geniş rast gəlinən bir xəstəlikdir. Dərin venanın trombozu ayağın dərin venalarından müşahidə olunan trombdur. Risk faktorlarıdır. Əmələ gəlmə mexanizmində hamısını az öncə qeyd etdiyimiz bütün faktorlar burada aiddir. Həmçinin səthi venanın trombozuna da aiddir. Dərin venanın trombozunda ağciyər arteriyasının tromboemboliya riski var. Səthi venanın trombozunda yoxdur. Klinikası ağrı, şişkinlik, ətrafda ödem, ayağın passiv dorzofleksiyası, ayaq sanki bayıra tərəf çevrilir. Bu Homan simptomu qeyd olunur, periferik sianoz müşahidə olunur. Bu kimi simptomlarla dərin venanın diaqnozu qoyula bilir, amma ki Dedimerin təyini laxtalanma profili və ayaq vena ultrasəs müayinəsi ilə də simptom diaqnozu təsdiqləyə bilirik. Müalicəsi antikoagulyantdan, K vitamini antagonistlərindən, heparindən, elastik corabların geyinilməsindən, əgər işə yaramazsa bütün edilən bu müdaxilələr alt vena qalfa filtrlərindən də istifadə olunur. Səthi vena trombozu da yenə ayağın səthi venalarında yaranan trombozdur. Bu daha çox lokal simptomlar verir ayaqda. Gördüyünüz kimi sadəcə müəyyən nahiyələrdə qızarıqlıq var və bu qızarıqların ətrafında da ödem müşahidə olunur. Səthi gəzən vena trombozu, karsinom və tromboangitis obliterans Burger xəstəliyini bizdə düşündürür. Gəzən səthi vena trombozu. Klinikası tromb nahiyəsində ağrı, qızarıqlıq, həssaslıq, isti müşahidə olunur, dəri səthinin qızması. Daha sonra həmin nahiyəni palpasiya edəndə sərt bir kordon müşahidə edirik, sanki sərt bir düyün, bir kəmər varmış kimi hissiyat yaranır və ödematoz görürük, ətrafı ödemli olur. Müalicəsi ayağı qaldırmaqdan ibarətdir. Yəni mütəmadi olaraq, mütəmadi deyil də, yəni vaxtaşırı ayağı elevasiyası, yəni ürək səviyyəsindən yuxarı qaldırılması, isti kompressiya edilir, qeyri-steroidli tabəliklə dərmanlardan istifadə oluna bilər bu xəstələrdə, antikoagulyantlardan da istifadə olunur.
Belə müalicəsi bundan ibarətdir. Varikoz venalar isə hazırki dövrdə qadınların ən çox rast gəlindiyi xəstəlik hesab olunur. Xəstəlik problem hesab olunur. Ən çox kosmetik qüsura gətirib çıxardır. Çox ciddi ağırlaşmaları, çox ciddi klinikası yoxdur xəstəliyin. Deməli, mənfəzdəki yüksək təzyiq, daha sonra arteriovenöz fistul səbəbi ilə vena divarının zəifliyi, səthi venaların defektiv quruluşu və qapaqların funksiyasının pozulması nəticəsində damarların genişlənməsidir. Birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili səthi venalarda, proses ilk səthi venalarda başlayır. İkincilidə isə dərin venoz çatışmazlıq nəticəsində bunların səthi və dərin vena arasında əlaqələndirici venalar vasitəsilə səthi venanda yük artır, belə deyək. Çünki dərin venada çatışmazlıq var və qanın dövr etməsi üçün səthi venaya daha çox yük düşür və bu da genişləndirir damarı və varikoza gətirib çıxardır. Ən çox kosmetik qüsura görə müraciət edir xəstələr, xüsusən də qadınlar. Ayaqlarda ağrı ola bilər, uzun müddət ayaq üstə durduqdan sonra, uzun məsafə gəzdikdən sonra. Ağırlıq hissi, ayaq biləyində yüngül ödem müşahidə olunur ilk mərhələlərdə. İrəli mərhələlərdə isə ayaqda xoralar, nadir hallarda isə vena damarlarının cırılması nəticəsində qanaxma müşahidə olunur. Müalicəsi çətin deyil. Konservativ müalicədən istifadə olunur, skleroterapiyadan istifadə olunur. Skleroterapiyanın aparılması burada videosu var. Skleroterapiyanın ilk mərhələlərdə də aparılır. Xüsusən də sadəcə xırda kapilyar görüntüsü var ayaqda və xüsusi inyeksiyalar aparılır. Burada ayrıca da qeyd etmişəm. Bu kiçik damarları sanki aradan qaldırır da bir neçə saniyə içərisində, yəni sklerozlaşdırır. Endovenöz radiofrekans, lazer ablasiyası bizim ölkədən çox istifadə olunan, yəni mən bildiyim qədərilə lazer ablasiyasıdır. Cərrahi yolla isə liqativ strippingdən istifadə olunur. Burada biz görürük istifadə olunan metodları. Xroniki venoz çatışmazlıqda, dərin venoz çatışmazlığı nəticəsində bunun nəticəsində ola bilər və qapaq çatışmazlığı nəticəsində müşahidə olunur. Ayaq ağrısı, ayaq çevrə ölçüsünün artması, yəni şişməsi müşahidə olunur. Səthi venalar, distal hissədə erisema, dermatit, hiperpigmentasiya, xoralar, təkrarlayan selülit kimi özünü göstərir. Müalicəsi isə uzun müddət ayaq üstə durmamaq tövsiyə olunur bu xəstələrdə. Elastik corablar, xoralara quru və yaş kompressiyalar, xüsusən də bu antiseptik məhlullarla mütəmadi silinməsi, kommunikan venaların cərrahi bağlanması, subfasial endoskopik perforator cərrahiyyə, cərrahi vulvoplastika və bypass əməliyyatı isə daha ağır formalarda istifadə olunur. Yəni müalicəyə tabe olmayan və yaxud da ki, xəstənin vəziyyəti digər müalicələrə imkan verməyən hallarda cərrahi vulvoplastika, yəni ki, qapaq dəyişilməsi, plastikası və bypassdan da istifadə oluna bilər. Son olaraq isə limfatik xəstəliklərdən danışacağıq. Limfatik damarları bilirsiniz ki, bir ucu kor qutaran və tək qat endoteldən ibarət olan damarlardır. İçərisində qapaqları da mövcuddur və bu venoz sistemə açılır nəticə olaraq. Burada yeganə xəstəliyimiz, damar xəstəliyimiz limfodemdir. Birincili və ikincili olmaqla iki yerə ayrılır. Birincilidə limfa damarlarında anadan gəlmə qüsur mövcuddur, displaziyası, ageniziyası mövcuddur və bu hallar Turner, Klinefelter, Noonan sindromlarında, sarı dırnaq sindromunda, intestinal limfangiektaziya sindromunda, limf angiomatozisdə rast gəlinir, birincili limfodema. 3 klinik alt qrupu var. Anadan gəlmə limfodem, limfodem precox, bu 30 yaşa qədər xəstələrdə inkişaf edir. Precox, xeyr, bu yeniyetməlik dövründə. Limfodem tarda isə 30 yaşından sonra, 35 yaşından sonra başlayır. Anadan gəlmə limfodem də zaten anadan gəlmədir. Bu Milroy xəstəliyi hesab olunur. Precox isə Meigs xəstəliyi hesab olunur. İkincili limfodemin yaranma səbəbləri genişdir. Bakterial limfangit, filarioz xəstəliyi ən çox rast gəlinən səbəbidir. Prostat xərçəngi, limfoma, süd vəzi xərçəngi zamanı istifadə olunan cərrahi və radioterapiyalar.
Vərəm, kontakt dermatit, limfa granuloma, reumatoidlə artrit, hamiləlik dövrü, hamiləlik dövrü və sıxıcı turun da istifadəsi, yəni jüqut istifadəsi nadir rast gəlinən səbəbləridir. Bakterial limfangit və filarioz ən çox rast gəlinən ikincili limfodemanın ən çox rast gəlinən səbəbi hesab olunur. Klinikası ağrısızdır bu xəstəlik. Bu xəstəlikdə ağrı müşahidə olunmur. Xəstələri ayağın şişməsi, ayaq quruluşunun dəyişilməsi və əsasən də bir ətrafda müşahidə olunduğu üçün ətraflarda fərq görülür və xəstələri əsasən bu narahat edir. Dərin vena trombozu və xroniki venoz çatışmazlıqla diferensiasiya olunur bu xəstəlik. Abdominal və çanağın ultrasəs müayinəsi, KT MRT limfa düyünlərinin vəziyyətini və limfa damarlarının quruluşunu təyin etmək üçün istifadə olunur. Daha sonra limfasintiqrafiya, limfangiyografiyadan da istifadə oluna bilir. Spesifik dərman müalicəsi yoxdur. Ayaq baxımı edilməli, ayağın mütəmadi elevasiyası olmalıdır. Ayaq ürək səviyyəsindən yuxarı qaldırılır. Damarların mənfəzini açmaq üçün, limfa dövranını yaxşılaşdırmaq üçün fiziki reabilitasiya üsullarından istifadə olunur. Elastik corablardan və mikrocərrahi limfotiko venoz anastomozlar qoyulur bu xəstələrə. Mikrocərrahi üsullarından. Söz yanlış yazılıb. Nəysə, mikrocərrahi üsullarla limfotika venoz anastomoz qoyulur. Kimsə sualı var? Mövzu çox uzun idi. Bacardığım qədər qısa danışmağa çalışdım. Əgər istəsəniz quiz suallara keçə bilərik. Çox quiz deyil. Amma saat da keçdi. İstəməsəz də yəni tamamlaya bilərik burada. Buyur. O zaman tez-tez keçək istəyirsiniz üstündən. Aşağıdakilərdən hansı temporal arteritdə müşahidə olunan simptomlardan biri deyildir? Baş ağrısı, görmə pozğunluğunu qeyd etmişdik. Fibromiyalgiyanı qeyd etmişdik. Hətta onlarla paralel gedən bir simptom idi. Qızdırma da ki, ümumi intoksikasiya simptomlarına görə müşahidə olunurdu. Burada müşahidə olunmayan simptom eritema multiforme idi. Kəskin arterial tıxanmada görülməyən simptom. Düzdür, burada ödem qeyd olunmuşdu, amma görülməyən simptom ödemdir. Burada nəbzsizlik, ağrı, soluqlu paraliz dördü də görülən simptomlar arasındadır kəskin arterial tıxanmada. Periferik arteriyanın obstruksiyasında görülməyən simptom. Periferik nəbzin olmaması, əzələ atrofiyası, tüklərin tökülməsi, medial malleol ulseri. Medial malleol ulseri bir xəstəlikdə var idi, onu burada qeyd etməyi unutmuşam. Və qanqren. Medial malleol ulseri burada görülmür. Medial malleol ulseri burada görülmür. O səhv eləmirəmsə, venoz xəstəliklərdə idi. Venoz çatışmazlıqda idi. Medial malleol aşağı ətrafın topuq nahiyəsində, bayır topuq nahiyəsində görünən xoralar. Daha sonra slaytda açılmamağa qərar verdi. Nəsə, yekunlaşdıraq istəyirsiniz. Sualları ataram amma. Yəni, slayd ataram, suallara baxarsınız. Nəysə, mövzu biraz uzun oldu, üzr istəyirəm. Yəni, qısa danışa bilmədim. Biraz da gecikmə oldu, 10-15 dəqiqə. Yəni, ümid edirəm, daha sizin üçün məlumatlı olmuşdur. Çox sağ olun. Amma deyəsən, məndə deyəsən qeyd alınmayıb, amma. Yoxsa alınıb. Onu necə öyrənəcəm? Aşağıdan amma işarə itib, yuxarıdan da itib. Deyəsən, rekord olunmuyor təqdimat. Tamam, da problem deyil. Neyse, sağ olun, gecəniz xeyrə. Sağ ol, gecəniz xeyrə. Sağ ol.